Değerli dostlar, Avtotəmir live verilişi efirdədir və bugünkü qonaqlarımızı siz düşünürəm ki, tanıyırsınız. Özəlliklə də mənim solumda əyləşib avtoblogerdir, dəyərli dostlar. Onu da qeyd edim ki, hər zaman bizə yağ və maye sisteminin dəyişilməsindən bağlı ətraflı məlumatlar verir. Bugün də təbii ki, izləyicilərimizə köməklik göstərəcək. Bəhruz Güləli buradadır. Bəhruz, xoş gəlmişsən. Çox sağ olun Elnur bəy, təşəkkür edirəm dəvətiniz üçün. Xoş dəqiqətən də. Verilişiniz xeyirli uğurlu olsun. Çox sağ olun, davamlı olsun. minnətdarıq. Gözəl təşəbbüsdür. Gəlmişəm mən də öz biliklərimi sizlə paylaşmağa. Əla, gözəl. Və dəyərli dostlar, Avtotəmir yağ dəyişmə mərkəzinin ustası buradadır hal-hazırda. Düzdür, onun simasını elə çox görməmisiniz, amma o belə deyib, icebergin görünməyən tərəfidir də. Adətən o çətin işləri görən şəxsdir. Yağ dəyişmə ilə bağlı bugün bizə köməklik göstərəcək. Yəni yağ dəyişmə ilə bağlı məlumatlarınız ola bilər. Avtomobildə neçə litr yağ gedir, dopusku nə olmalıdır, qatlığı nə olmalıdır? Əsas qiymət hesablanması. Bax o sürətlər üçün yağın dəyişməsi qiyməti nə qədər edəcək, mühərrik yağın dəyişməsi qiyməti nə qədər edəcək? Bax bu suallara cavab verəcək Vahid ustamız. Vahid usta, xoş gəlmisiniz. Salam verirəm sizdə. Sağ olun, çox sağ olun. Verişimiz xeyirli olsun. Bir yorğun deyilsiniz, yaxşısınız. Əla. İşlər bugün yağ kimi gedib ümumiyyətlə, yoxsa? Gedib. Özəlliklə hava olan yağları kimi də yəqin ki. İndi biz söhbətlərə başlayacağıq. Təbii ki, canlı yayından bizə yazanlar da olacaq. Nömrəmiz də var. Yağ və maye sistemi ilə bağlı nə çətinliyiniz varsa 050 505 55 25 nömrəsindən yazıb bax sualları bizə rahat şəkildə yönləndirə bilərsiniz. Əslində mən belə bir sual verdim Bəhruz dostumuza ki, canlı yayıma başlamamışdan əvvəl dedi ki, necə edək ki, bax izləyicilər üçün maraqlı olsun. Bildirdim ki, bəlkə yağların adını çəkək bir açıq efir eləyək. Məsələn, adam X bir markanı soruşur. Bu yağla bağlı tam açıq fikirlərimizi bildirək ki, bu yağ necə yağdır? Ümumiyyətlə avtomobildə süzməyə dəyəri yoxsa bəzi dedi ki, qəti. Elə bir şey eləmə. Sonra deyir problem yaşayarıq mı dedi. Onu deyir, mən yenə də soruşuram. Biz niyə ümumiyyətlə yağların adını çəkməyək ki, buradan bildirək ki, sürücülərə bax bundan istifadə eləmə də. Bu yağ heç də yaxşı yağ deyil. Sözün açığı mən çox istəyərdim ki, yağların adı açıqlansın. Hansı mənfidir, hansı yaxşıdır. Bunları açıq şəkildə bildirək, amma bu bir deyim var, hamıya öz balası doğmadır, xoşdur. Hər distributora öz məhsulu xoşdur, gözəldir. Birbaşa, yəni mübahisə mənbəyidir ki, sən məsələn, buradan X bir yağı gətirir. deyirsən ki, qardaş, bunu istifadə eləmə. Bəli. Distributor səndən inciyir ki, mənim malıma niyə elə deyirsən, gül kimi yağ gətirirəm. Burada artıq... Amma onu da əvvəldə dedin də amma. Deyəcəkdim ki, ona gül kimi gəlir, əslində gül kimi deyil. Məsələ odur da. Amma övladı deyə istər-istəməz... Həm özü gətirir, həm deyək ki, pulunu xərcləyib gətirib, 100 min pul qoyub biznesə. İndi o 100 min xərcləyən adam necə desin ki, mən əslində yaxşı yağ gətirməmişəm. Almayın yəni. Bu həmişə də onu deyirik ki, yağ birbaşa mühərrikə problem yaratmadığı üçün, bir sıxıntı vermədiyi üçün biznes məqsədindən Azərbaycanda çoxlu yağları gətirib satırlar rahat şəkildə. Anında problem yaratsa, bu sıxıntıları biz yaşamarıq. Gör nə qədər yağ ümumiyyətlə ortaya çıxar ki, bu yaxşı yağ deyil. Anında problem yaratsın. Bəli. Belə götürəndə statistik olaraq rəqəmləri bilirsən ki, Azərbaycanda nə qədər yağ markası var? Statistikalar əslində fərqlidir. 500 üzəri deyən də var, 300 üzəri deyən də var. Yəni ən minimal götürsək, 200-dən çox yağ markası var ölkəmizdə. Minimal. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? Nanofire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız Nanofire Borex balonları. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir.
İndi Vahid usta, bax bir sürücü daxil olur yağ dəyişmə mərkəzinə. Orada daxil olduğu zaman əgər bir marka seçməyibsə, ağlında bir marka yoxdur, sadəcə gəlir avtomobili yeni alıb, gəlir ki, avtomobilin yağ dəyişməsinin zamanıdır. O zaman siz ona necə yağ tövsiyə edirsiniz? Nə məsləhət görürsünüz? İndi yaxşı markalar təbii ki var, amma orada seçimi necə edirsiniz? Maşına görə maşın motoru. Aha. Ona görə birinci havalayını məsləhət görürəm. Havalayın yaxşı yağdır, havalayının dopsuklarla ona uyğun. Bəli. Deyirəm ki, məsəl üçün bu daha gözəldir. Bundan istifadə eləsəz daha yaxşı olar. Amma adətən gələn müştəri nəyə fikir verir? Yəni necə seçir yağı? Qiymətinə görəmi seçir, yoxsa baxır qutusunun görüntüsünə mi görə? Qiymətinə görə. Qiymətinə görə. İçəri girən çoxsu deyir, ən bahalı yağ istəyirəm. Ən bahalı yağ. Hə, bu anlayış da vardı əslində. Mən usta olsam, içəri girənin birinci geyiminə baxaram. Nəsə geyiminə görə pul alaq ondan, yoxsa neyniyək? Əlbəttə ki, yəni adam bahalı markalardan istifadə edirsə, yəni yerişi fərqlidirsə, önəmli məsələdir. yəni usta ilə rəftarı fərqlidirsə, yəni adam maşının içinə sığışmır da, misal üçün. Mən buna niyə ucuz yağ satım ki? Düz demirəm Vahid? Bəli, düzdür. Yəni Düzdür. yəni baxırsan deyirsən ki, elə buna rahat bu yağı satmağa dəyər yəni. Yəni adam bunu istəyir də. Əslində burada bir məsələ də var ha. Ən bahalı yağ anlayışı yaxşı yağ deməkdir o. Yəni deyir ki, ən bahalısa bu yaxşıdır, bu düzgündür ümumiyyətlə. Bu da ölkədə bir problemli məsələlərdən biridir yağ sahəsində. Çox təəssüf ki, bizdə ən bahalı yağlar, yağlar deyək, ən yaxşı yağlar anlamına gəlmir. Ümumiyyətlə hər dəfə vurğulamışam ki bunu. Bütün dünyada da qlobal yağ markalarının qiymətləri aşağı-yuxarı bir-birinə yaxındır. Bəli. Yəni biri deyək ki 4 litri 78 avrodursa, digəri 68 avro deyil. O da olacaq 75 avro. Aha. O birisi olacaq 80 avro. Yəni bir-birinə yaxın rəqəmlərdir. Amma Azərbaycanda misal üçün oxşar tərkiblər, eyni tərkiblərin qiymətlərində ciddi şəkildə bir də görürsüz fərq olur. 118 manat bir yağ olur, 77 manat bir yağ olur. Amma tərkibləri birəbir eyni olur. Bax bunu da bəzi sürücülər bilmir deyə. Bəli, bəli. Avtomatik, yəni pulu gedir xərcləyir havaya. Məbləği görən kimi sürücü fokuslanır, elə bilir ki, o daha üstündür. Salamlar, yağı neçəyə dəyişirsiniz deyə Fuad bəy yazır göndərir bizə. Yağı neçəyə dəyişirsiniz? Vahid usta yağı neçəyə dəyişirsiniz? Nə maşın? Yəqin ki, zəhmət haqqını Ümumiyyətlə soruşurlar. Məsələn, mühərrikin yağı dəyişməsi neçədir zəhmət haqqı? Onun belə bir kampaniya var ki, bizdə gəlsin Havolayın yağı ilə məsələn dəyişsə. Bizdə adətən zəhmət haqqı biz almırıq zəhmət haqqı, alırıq zəhmət haqqı. 5 manat. 5 manat, heç onu da almırıq axı deyəsən. Bəzi hallarda almırıq, kampaniyalarda almırıq. Kampaniyalarda almırıq. Sonra elə onu yeri gəlmişə onu da bildirim. Hal-hazırda bizi izləyənlər. Baxın, sürətlər qutusunun yağını dəyişdiyiniz zaman, əgər kimsə istəyirsə, bax, real sürətlər qutusunu dəyişməyin vaxtıdırsa, yağını dəyişin, sizə hədiyyəmiz olacaq. Havolayın markasından hədiyyəmiz var. Mühərrikin yağı dəyişməsi pulsuz. Necədir? Orada da Havolayın şəklini görürsünüz. Mənim də yanımda Havolayın var əslində. Bax, bu yağla, dəyərli dostlar, Havolayın. Bax, bu yağla avtomobilimizin mühərrikin yağı dəyişiləcək. Amma sürətlər qutusunun yağını dəyişmək şərti ilə. Belə bir istədik ki, bir sürücümüzə köməklik göstərək. Necə indi tam yağ dəyişmə olacaq? Sürət tam yağ dəyişmə. Elə bir ki, pul ödəyəcək. Hətta gəlin belə deyək, sürətlər qutusunun avtomobilin sürətlər qutusunun yağını dəyişməyin vaxtıdırsa, bir dənə yazın marka modeli, Vahid ustamız qiymət hesablasın. Məsələn, tutaq ki, deyirəm 200 manat elədi, düzdürmü? Elə bir 200 manat verəcək, həm sürətlər qutusunun, həm də mühərrikin yağı dəyişiləcək. Özü Havolayınla. Yo indi tutaq ki 2,4 litrlik C-klass Mercedes-dir da, 8 litr yağ tutumu var. Range Rover soruşdu da sən. Gətizdim sən avtomobili. Doğru onu soruşdu. Mən yağı dünən dəyişmişəm. Dünən dəyişmişsən, görürsən. Gör nə qədər itirmisən, elə belə soruş gör. Bəlkə biraz gecə yata bilmə də yəni. Neçəyə doğrudan sürətlər qutusunun yağını dəyişmək Range Rover-də? Vahid usta nəsə deyə bilərik onunla bağlı. Neçə nələri bilməliyik orada? Mən təxmin eləyirəm ki, o sarı yağdan istifadə eləyir. Sürətlər qutusu mayəsə ilə qalır, sözün açığı. Amma yox, onu istifadə eləməyəcək. Elə o tədbirdə görüşdüyümüz yağı istifadə edəcək. O da gözəldir.
Və bu yağ necə yağdır? Bax belə bizə göndərib, hal-hazırda siz də hər ikiniz də görürsüz də. Ruslan mənim mesajı var. Deyir ki, bu yağ necə yağdır? Kuveyt yağıdır. Aha. Kuveyt yağı Q8 də deyirlər. İndi Kuveyt niyə deyirik? İngilis dilində olduğu kimi baza yağı Kuveytdə istehsal olunduğuna görə adını uyğunlaşdırıblar. Kuveyt. Q8 Kuveyt. Belə bir ad qoyublar. Yaxşı yağ sayılır Elnur bəy. Yəni yaxşı yağ sayılır. Ortadan hətta deyərdim üstündür. İndi elə suallar verəcəm ki, onu çəkməyə peşman olasın. Bir məsələ var, ortadan üstündür. Qiyməti nə tərdə olur? Ucuzdur, yox, baha deyil. Baha deyil. Yaxşıdır, pis deyil. Qiyməti də yaxşı. Yəni ortadır qiyməti. Siz onda məsələn Ruslan bəy elə bir marka model deyə bilər ki, avtomobil marka modeli. Deyə bilər ki, heç o ona uyğun deyil. Ola bilər belə bir şey. Bu yağın seriyalarını dəqiq bilmək lazımdır, tanımaq lazımdır. Bəli. O halda artıq biz sürücünün fikrinə bir fikir bildirə bilərik. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Yeri gəlmişkən nanofire yanğın söndürmə balonları dəyərli dostlar. Bax avtomobilinizdə ehtiyac ola bilər. Ümumiyyətlə düşünürəm ki, bax yanğın hadisəsi baş verdi. Paylaşılmışdı özdə yaxın günlərdə. Yanğın belə il girəndən olur da, tez-tez olur. Tez-tez olur. Və belə yanğın söndürmə balonları yanınızda olsa, düşünürəm ki, problem olmayacaq. Çünki bu nanotexnologiyasından hazırlanan bir yanğın söndürmə balonudur. Tez bir zamanda effektiv reaksiya verir. 1,5 2 saniyə effektiv reaksiya verir ki, tez bir zamanda söndürür, həm də soyudur onu. Yenidən alışmır o. Yəni bor tərkiblidir. Onu da mən bildirim sizə. Nanofire yanğın söndürmə balonlarından söhbət gedir ki, bu məlumatda mən sizə bildirmiş olum. Yanımda çox məhsullar var. Bir çıxartıb belə göstərəcəm, sizə təqdim edəcəm. Digər mesaj nə ilə bağlıdır? Radio efir bağlandı mı? Yox. Yalçın bəy, biz Radio Space 104 FM-də də 12-dən 2-yə canlı yayımda oluruq. Neçədə balon deyə bizə göndər. Nanofire'ın bu balonu neçədir? 40 manatdır qiyməti. Yəni sertifikatlı bir məhsuldur. Ruslan bəy yazır ki, Allah sizdən razı olsun, sizdən də razı olsun. Bax, hal-hazırda biz izləyənlər, yağ markaları, yəqin ki, avtomobildə süzdüyünüz yağ markasını bilirsiniz. Hansı yağ markasıdır? Soruşun, yazın. Yağ markasını süzmüsünüz, bir problem yaşamısınız. Məsələn, belə bir suallar olur. Eyni marka model avtomobildir. Amerikada ona başqa qatlıq tökülür, Azərbaycanda ona başqa qatlıqda yağ tökülür. Bildirirlər ki, yağ dəyişmə suları qatlığı yox, orada Amerikanın atmosferi mühiti ayrıdır, iqlim ayrıdır, bizdə iqlim ayrıdır. Bu bəs nə qədər doğrudur? Bura biraz qəliz mövzudur bu. Niyə görə qəliz mövzudur? Mən sizə izah eləyim. Gəlin misal üçün biz Hyundai Elantra üzərindən gedək. 1,8 litrlik benzin mühərrik 2015-ci il istehsalı. Bəli. Bu avtomobilin Avropa üçün istehsal olan seriyaları 5W30 özüllüyündən zavoddan çıxır. Amerika regionu üçün istehsal olan isə 5W20 özüllüyündən istehsal olunur. Yəni qapaqda belə qeyd olunur. Burada indi sual yaranır ki, bu eyni mühərrikdir, eyni sürətlər qutusudur. Bəs nəyə görə Avropa üçün istehsal olunanı 5W30-dur, Amerika regionu üçün istehsal olunan 5W20-dir? Düşünürlər ki, Amerikada iqlim fərqlidir ona görə. İndi Amerikada iqlim fərqlidirsə, Amerika Birləşmiş Ştatları çox böyükdür. Düzdürmü? 51 ştatdan ibarətdir də. İndi yaxşı, bu iqlimi düşünənlər USA-yi necə birləşdirirlər? Yəni bunun şimal ölkələri var, cənub ölkələri var, şərq sahili var, qərb sahili var. Bəli. Bu bütün sahillərində bu 5-20 istifadə edir. Deməli iqlim məsələsini kənara qoyuruq. Yəni USA-nin də elə bir ştatı var ki, Azərbaycanla iqlimi birəbirdir. Bəs onda necə eləyək? Sual çıxır. Bəli. İqlim məsələsini bir dəfəlik tamamilə unuduruq. Yəni bu iqlimlə bağlı olan bir şey deyil. İqlimlə bağlı məsələ deyil.
Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Yalçın bəy yazır ki, Space hansı dalğada Amerikan maşınları necə dinləsin səni? 104 FM-dir, dəyərli dinləyicimiz. 104 FM Amerikan maşınlarında sonunda. O da düzələn. Arxasında bir olmalıdır. Bəli, bəli. Amma onu proşifik eləyirlər də. Məsəl üçün Eləmək monitor almaq lazımdır. İndi orada bəzi məndə məsəl üçün xidmətlər. o dəqiqə düzəltdilər, mən qulaq asa bilirəm. O düzəlməlidir orada yəni. O məncə düzə. Rahat bir şeydir. Bəli, bəli. 4 göz, 2-4 mühərrik, 10-40 və bu yağın adını çəkəymi, çəkməyimi, hamısına sən özün qərar verəcəksən. Töksəm olarmı deyir, bax belə bir yağ markası. Bəli. Hə, qlobal markadır. Bəli, bizim sevdiyimiz markalardan biridir. Rahat istifadə edin. 10-40 özürlüyü də doğrudur bu avtomobil üçün. Bir çox insanlar deyir ki, yox, bunu 5-40-a keçirmək lazımdır. Bəli. Ay nə bilim 10-40-la bu dağılacaq, batacaq, qırıla, heç nə də olmayacaq. Bu avtomobilin kitabçasında da 10-40 özürlüyü qeyd olunub. Bəli. Rahat şəkildə istifadə etmək olar. Maşın yağ yemirsə dediyiniz nə dərəcədə düzgündür deyə yazır göndərir. Biz nə dedik ki? Bilmirəm. Maşın yağ yemirsə, zəhmət olmasa yenidən yazsın bizə. Maşın yağ yemirsə dediyimiz nə dərəcədə düzgündür. Bəlkə Hyundai məsələsini deyir. 530 məsələsini deyir bəlkə. Qatılıq məsələsini, hə? Amma onun nə adiyyatı var? Biz elə onu izah eləməyə çalışırıq ki, Evropeyka, Hyundai Elantra zavoddan 530 özürlüyündən çıxır. Yəni bəlkə də adam fikrində başqa şey ətraflı yazsın və yaxud canlı efirə qoşulsun, biz onu dinləyərik. Canlı efirə qoşulmaq istəyənlər, baxın, zəng də edə bilərsiniz. Hətta biz sizi efirə qoşa bilərik və yaxud da WhatsApp-a səsli mesaj göndərə bilərsiniz, yazılı göndərə bilərsiniz. Problem yoxdur. 050 505 55 25 bizim əlaqə nömrəmizdir. 050 505 55 25 nömrəsindən yaza bilərsiniz ki, Avtotəmir live verilişini hal-hazırda izləyirsiniz və Havoline yağları efirimizin baş sponsorudur. Bir daha da buradan məlumat verim. Avtomobilin sürətlər qutusunun yağını dəyişən şəxs, indi hal-hazırda bir izləyicilərdən birini seçəcək. Yəni kiminsə ehtiyacı varsa, Avtotəmir yağ dəyişmə mərkəzində sürətlər qutusunun yağı dəyişiləcək və hədiyyəmiz də Havoline yağı ilə avtomobilin mühərrik yağının dəyişməsi olacaq. Mühərrikin yağını dəyişməsi pulsuz eləyəcək. Havoline markasından özü də sadəcə olaraq sürətlər qutusunun yağını dəyişən kimsə bir sürücümüz varsa, ehtiyac varsa Havoline yağı ilə avtomobil mühərrikin yağını dəyişək. Toyota Prius 20 gövdə hansı yağ məsləhət görürsünüz? Aha, Toyota Prius 20 gövdənin biz yağ qapağına da baxsaq, görərik ki, API SL standartı qeyd olunub. Bəli. Bir çox hallarda bu avtomobillərə İlsaq CF6A standartı ilə 530 istifadə olunur. Bəli. Və zaten bu avtomobillərdə biz yağ azalmanı müşahidə edirik. Bu təsdiqlə daha çox yağ azalma müşahidə edirik. Ona görə də biz elə avtomobilin istehsalçısının tələbinə uyğun olaraq 5W30 İlsaq CF4 bəli, API SLCF kodlu mühərrik yağı istifadə etməyimiz tövsiyə olunur. Markada Havoline rahat seçə bilərsiniz. Və yaxud da düşündüyünüz bir marka varsa onu yazın, marka üzərinə deyək. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Yalnız NanoFire Borex balonları istənilən növ yanğını 2 saniyə ərzində söndürür və 3 il dəyişdirilmədən tam zəmanət verir. Yalnız NanoFire Borex balonları 900 Selsi temperaturunda istənilən növ maddəni və əşyanı 30 Selsi dərəcəyə qədər soyudur və təkrar yanmasının qarşısını alır. NanoFire Technologies. Seçiminizi edin ki, biz yanınızda olaq. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir.
Burada deməli bir izləyici var, bizə yazırdı dörd gözlə bağlı. Aha. Bir neçə dəfə təkrar yazıb, sadəcə səbirli olun, gəlib çatıb oxuyacağıq. Biraz gecikdirmişik, gördüm əvvəlcə dalaşmaq istəyir. Sonra cavab verəndən sonra ürəksən yazıb göndər. Sağ olun, minnətdar. Digər mesaj, salam aleykum, xoş gördük. Aleykum salam. Yağ və maye sistemi ilə bağlı nə sualınız varsa, yağ dəyişmə ilə bağlı nə sualınız varsa, sualları bizə yönləndirə bilərsiniz. Deməli izləyicimiz yazıb bizə 050 444, deməli daha doğrusu 050 505 55 25 nömrəsindən yazıb WhatsApp-a. Mən onu oxuyum, səsləndirim. Salamir bizi sağ olsun. Yazır ki, şəhərdə tıxac əlindən yağ dəyişmək mümkün deyil. Gecə işləmir ki, gedək yağımızı dəyişək. Baxın, Avtotəmir Yağ Dəyişmə Mərkəzi xidmətinizdədir. 7/24 fəaliyyət göstərir. Yaxınlaşıb avtomobinizin yağını gecə saat 1, 2, 3 fərq eləmir. Yaxınlaşıb avtomobinizin yağını da bizdə Avtotəmir Yağ Dəyişmə Mərkəzində dəyişə bilərsiniz. Nömrə belədir. Nömrə ilə zəng eləyin. Danışın, sizə ətraflı məlumat veriləcək. 050 444 55 35 nömrəsinə zəng edə bilərsiniz. Çeşka 1999, yoxsa 2 məhərrik Sonata. Belə bir müqayisə gəlib. Aha. Bir mənalı şəkildə biz avtomobil qarajının ölkəmizdə yenilənməyini istəyirik. Aha. İnsanlara yeni avtomobillər idarə etməyi tövsiyə edirik və arzuluyuruq bir növ. Bəli. Ona görə də bu müqayisədə biz sürücüyə Sonata tövsiyə eləyəcəyik. 1990-ların avtomobillərini bacarırsınız, yeni avtomobillərə dəyişin. Dövr bunu tələb eləyir, zəmanə bunu tələb eləyir. Mən keçən dəfə də vurğuladım ki, bu avtomobillərə artıq siz birazdan nə usta tapa bilməyəcəksiniz, nə də ehtiyat hissəsi tapa bilməyəcəksiniz. Səbəb ondan ibarətdir ki, ustalar yaxşı ustalar, belə deyək ki, inkişaf eləmək istəyir, yeni avtomobillərə qulluq eləmək istəyir. Bəli. Köhnə avtomobildən 10 manat qazananda yeni avtomobili təmin edib 50 manat qazanacaq. Artıq köhnə modellərə ustaların qulluq etməyi onlar üçün bir növ maraqlı deyil. Maraq dairələrindən çıxır. Eləcə də ehtiyat hissələrini satan məntəqələr. Biri var, siz 1999-cu ilə hər hansı bir balaca bir detal satasınız. Bunu satasınız 8 manata. Bəli. Hansı ki 8 manata siz onu satanda da bir növ yenə əziyyət çəkirsiniz. Sürücü o detalın sizə baha olduğunu israr eləyir. Bəli. Onu sizə 7 manata satmağını istəyir. Biri də var ki, siz X bir BYD-yə həmin ehtiyat hissəsini 50 manata satırsınız və alıcı da bu qiymətdən razıdır və sizin marjanız çoxdur. Bu tendensiya çox sürətlə artacaq Elnur bəy. Bir də gözümüzü açıb yumub açacağıq ki, artıq biz 99-un çeşkasına ölkədə ehtiyat hissəsi detal tapa bilmirik. Bu olacaq. Bax, mən sizə 2026-cı il yanvar ayının 12-sidir. Bax, deyirəm. Gün gələcək ki, çox qısa bir müddətdə Yeşkalara, Çeşkalara, 39 gövdə BMW-lərə ölkədə ehtiyat hissəsi tapılmayacaq. Bax, usta da tapılmayacaq. Ona görə də almaq istəyirsinizsə bir neçə fikirləşin yəni. Redol yanacaq doldurma məntəqəsinə yaxınlaşa bilərsiniz dəyərli dostlar. Xırdalan dairəsinin yaxınlığında bir filialdır. Zabrat yolunun üzərində də daha bir filial yerləşir ki, orada biz Pərviz ustayla çəkiliş elədik. Hətta 200 mindən çox yuxarı baxış gəlib. Redol ilə yaxınlaşıb təmiz yanacağı avtomobilə vura bilərsiniz. Təmiz nəyə görə deyirəm? Çünki çən təmiz, filtrlər qaydasında və əlavə olaraq da bonuslar qazanacaqsınız. Qardaş, Daewoo Sentra 1.5 mühərrik ili 2014 nə yağı tökülməlidir? Bu avtomobilin mühərrikinə daha öncə hansı özüllükdən istifadə olunub, sürücü onu bildirsə daha yaxşı olar. Mən düşünürəm ki, 5W40 istifadə olunub. Belə düşünürəm. Əgər bu özüllük istifadə olunubsa doğrudur, davam eləyə bilər. Bəli. Yeri gəlmişkən bu avtomobilin mühərriki kifayət qədər dözümlüdür. Mühərrik yağı özüllüyünə elə də həssas deyil. Bu baxımdan elə 5W40 A3B4 standartı ilə davam edə bilər sürücü. Avtolet Faraya, Həkim Babaya təşəkkürlər. Sumqayıt Parfümer təşəkkürlər diqqətinizə görə. Digər deməli izləyicimiz Mustafa bəy nə yazır? Salam verir bizi. Yağın adını burada görürük də, düzdürmü? Yox, mən görmürəm. Baxın. Bir dəqiqə. Nə oldu? Nə baş verdi? Bax burada yağın adı. Salamir bizi. Yağı aldım 530 C3 1.6 dizel Kia Ceed üçün 2000-dən sonra səhərlər sürtünmə səsi gəlirdi deyir. Bu yağdan sonra onda şübhələrim. Yəni yağdan sonra problem yaşayıb. Bu cür problemləri biz çox eşidirik. Lakin bu sürücünün timsalında mən insanlara bildirmək istəyirəm ki, siz bir dəqiqə. Onu aldım o yağı, dəyişdim, keçdi deyir. Okey, olsun. Yəni
daha əvvəl istifadə etdiyini də yazsın sürücü. Hansı yağdan istifadə edilir deyən? Və mən hətta düşünürəm ki, yəni bu Yağlıq deyil. Yağlıq deyil əlbəttə ki. Ola bilər indi sürücü elə bir yağın adını çəkər ki, biz deyərik ki, hə, yağa görə düzəlir. Çünki yağı dəyişəndən sonra keçibsə, deməli bu bir növ Enur bəy, bu psixoloji faktorlara dayanır. Aha. Yəni bu gün siz X bir yağı istifadə eləyin, Bəli. sabah çayxanada onu bütün dostlarınız pisləsin. Bəli. Siz səhər durun, avtomobili işə salın, o mühərrik sizin qulağınıza səsli gələcək. Doğru. Elədir. Amma o çayxanadakı o dostlarınız o yağı tərifləsələr, yağ keyfiyyətlidir, keyfiyyətsizdir, ondan danışmıram. Səhər siz avtomobili işə salanda görəcəksiniz ki, elə necə də hər şey qaydasındadır, ideal vəziyyətdə də işləyir. Deməli, Namiq bəy yazır, salamlayır bizi, sağ olsun. Yazır ki, Opel Astra H13 hansı yağ məsləhət görürsüz deyir. Opel Astra H13 dizel mühərrik olacaq çox böyük ehtimal ki. Bəli. 3,3 litr yağ həcmi var bu avtomobilin. 5W30 C3 standartından yağ istifadə eləyə bilər sürücü. Ən yaxşı yağ anlayışı deyə bir şey yox. Əlbəttə. Ən yaxşı yağ mühərrik üçün uyğun yağdır. Maraqlı bir mesaj var. Aha. Bilmirəm, indi biz mərdimazarlıq eləyək yoxsa yox. Aha. Yazır ki, bizə axşamınız xeyirli olsun, hər vaxtınız xeyir. Sürətlər qutusunu dağıtmaq üçün necə sürməliyəm deyir. Bacanağımın maşının sürətlər qutusunu dağıtmaq istəyirəm deyə belə bir mesaj gəlib. İndi bilmirəm. Maraqlı sualdır. Sürətlər qutusunu necə dağıda bilər ki? Dağıtmaq mümkündür sürətlər qutusunu. Təxminən 10 dəqiqəyə də mümkündür. Aha. Gedə-gedə neynəsin? Bakı şəhərində yaşayır, görəsən. Əgər Bakı şəhərində yaşayırsa, qumsal bir əraziyə getsin, dəniz kənarına. Aha. Avtomobili batırsın. Aha. Və D rejiminə keçirib 10 dəqiqə yerində sürsün. Onunla dağılacaq. Bəli. Get dağıt qardaş. Get dağıt, heç bir problem yoxdur. Gör bu adam bacanağından nə qədər yanıqlıdırsa. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? Nanofire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız Nanofire Borex balonları. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Toyota Prius 20 gövdə yoxsa 30 gövdə? Hansı dözümlüdür deyə yazır göndərir. Necə? Prius deməli Toyota Prius 20 gövdəmi yoxsa 30 gövdəmi deyə bax belə bir sual var ki, hər ikisi dözümlüdür, amma 30 gövdə çox gözəldir. Salamlayır Elnur bəy bizə. Adaşım salamlayır, sağ olsun. Yazır ki, bax bu yağı oxuya bildin. 530 Sorento dizel 223-ün necədir? Tökürəm, amma çəllə yağıdır. Nə məsləhət görürsüz deyə məndə də burada bir sual yarandı. O suala cavab verək, sonra sualım olacaq. Marka ilə bağlı heç bir sıxıntımız yoxdur bizim. Marka yaxşı markadır. Çəlləyə qalanda isə aldığı məntəqəyə güvənirsə bəy, çəlləklər orada vaxtaşırı dəyişirsə, yəni adam ildə 2 dəfə ora gedirsə və 6 aydan bir gedəndə bir müxtəlif çəlləklərin yeri dəyişirsə, qabı dəyişirsə, bir nəsə dəyişiklik varsa orada, deməli çəlləklər yenilənir. İçərisi boşaldıqca ora yağ əlavə eləmirlər. Elə bu sualı verəcəkdim ki, bəzən sürücülər çəllək yağı almağa qorxurlar. Çəkinirlər ki, yox, çəllək yağı daha keyfiyyətsiz olur, qutu yağı daha yaxşıdır deyə. Əslində zavod çıxışında ikisinin də içərisi eynidir. Mən yəni bunu qorxmasınlar. Hər zaman şirin qazlı içkilərlə müqayisə eləyirəm. Böyük qablaşmalar daha ucuzdur. Şüşə qablaşma, dəmir qablaşmalar daha bahalıdır. Kiçik litrajlılar daha bahalıdır. Mühərrik yağında da eyni tendensiyadır.
qablaşma böyüdükcə qiymət aşağı düşür. 1.8 mexanika çeşka nə tökün benzin deyir. Qardaş, nə istəsən tökü, o gedəcək yəni. O gedəcək, doğrudur. Amma daha əvvəl hansı özüllükdə yağdan istifadə olunubsa, onu bizə bəy bildirsəydi, daha yaxşı kömək edərdik. Yəni ətraflı məlumat verə bilək deyə. Hal-hazırda Avtotəmir live verilişini izləyirsiniz, dəyərli dostlar. Bəhruz dostumuzu bilirəm ki, sosial şəbəkədə aktiv olan şəxslər onsuz da görürlər. Yəni TikTok paylaşımlarını, Instagram paylaşımlarını, həm avtomobilin yağ və maye sistemi ilə bağlı, eyni zamanda marka modellərlə bağlı da suallarınızı cavablandırmağa hazırdır. Sualları yazın, göndərin bizə. Yağ və maye sistemi ilə bağlı nə əziyyət çəkirsinizsə, yəni sizi maraqlandıran bir tərəf varsa, 050 505 55 25 də bizim əlaqə nömrəmizdir ki, mən mesajı oxuyacağam, amma sizə bir məhsulla bağlı məlumat vermək istəyirəm. Dəyərli dostlar, Nanofire texnologiya şirkəti Türkiyənin bor zavodunun Azərbaycanda yeganə rəsmi distribyutorudur və məhsul artıq 2 ildən çoxdur ki, dünya bazarında beynəlxalq şirkətlər tərəfindən qəbul olunub və lazım olan bütün beynəlxalq sertifikatları da əldə edib. Yəni üstün tərəfləri çoxdur. Yəni ən şiddətli və istənilən növ yanğınları dərhal söndürmək xüsusiyyətinə malikdir. Bütün sənaye sahələrində istifadə oluna bilər. Bor tərkiblidir. Hətta bununla bağlı biz videolarda paylaşırıq. Tez bir zamanda reaksiya verir. Təbiətə və insan səhhətinə də heç bir zərəri yoxdur ki, hətta bir yanğını göstərirlər ki, 5-6 balondan söndürməyə çalışırlar. Sonda söndürürlər 6 balondan. Amma bir balaca balonla, Nanofire balonu ilə onu elə 1,5-2 saniyə artıq orada öz effektivliyini göstərir. Tez bir zamanda da soyudur yəni. Düzdür, balon da mənim yanımdadır. Yəni belə bir balondur, dəyərli dostlar. Baxın, bu indi onun kiçik balonudur. Böyük balonlar var. 2 kilodan başlayır. 2, 4, 8, 10, yəni yuxarı çəkidə olan balonları var. Belə bir balonlardır ki, Nanofire balonlarına söhbət gedir. Avtotəmir yanğı dəyişmə mərkəzlərində də satışı reallaşdırılır. Texniki baxış zamanı sizdən yanğın söndürmə balonları istəyə bilərlər. Gedib yəni bilmədiyiniz yerdən almayın. Oradan sizə sertifikat vermirlər, amma bu balonların sertifikatı da var ki, yəni texniki baxışdan rahat keçə biləcəksiniz. Onu mən sizə bildirmiş olum. Texniki baxışdan keçə biləcəksiniz deyirsiniz. Bəli. Mən sizi tam anlayıram, başa düşürəm. İnsanlar texniki baxışdan keçmək üçün balon alırlar. Aha. Əsas məsələ amma orada təhlükəsizlik məsələsi. Əlbəttə, yəni bugün avtomobilləri gəlin yolun qırağında dayanaq və bir-bir dayandıraq. Bəli. Yoxlayaq. 10 avtomobilin birindən yanğın söndürən balon çıxacaq ya çıxmayacaq. Bax bu əsas məsələlərdən biridir. Amma indi bu son illərdə də biz görürük nə qədər avtomobillər yanır Elnur bəy. Fikir verirsiniz? Elə bu həftə içərisində biri yandı. Yolda hətta bu dövlət yol polisi əməkdaşı da onu söndürməyə çalışırdı. Əlində yanğın söndürmə balonu ilə. Bəli. Amma o balon olanda, yəni anında müdaxilə eləmək olur. Mən servis işlədən müddətdə bizim başımıza da bir hadisə gəlmişdi. Bəli. Qapalı məkanda, deməli, alışdırma şamları deyəsən ustalar dəyişirdi. Qəfil mühərrik hissəsində avtomobilin yanğın baş verdi. Aha. Balon var idi bizim məkanda, düz elə ustanın yanındaydı, özünü itirmədi. Çıxartdı, bir dəfə püskürtməklə yanğını dayandırdı. Bəli. Amma mən bir dəfə yolda gedərkən getdiyimiz avtomobil alışmışdı. Avtomobildə balon yox idi. Yəni mənim dostumun avtomobili idi. Aha. Biz o yanğını çox çətinliklə söndürdük. Mühərrikin yağın dəyişin, sürətlər qutusunun yağın sonra dəyişərik də deyir, yazır göndərir. Gəlin dəyişim deyir mühərrik yağını. Sürətlər qutusunun yağın dəyişənə, dəyərli dostlar, Havoline markası ilə avtomobil mühərrikin yağın dəyişməsi ödənişsiz, yəni pulsuz. Bax, sürətlər qutusunun yağın dəyişməyə vaxtıdırsa, bizə yazın ki, mən avtomobil sürətlər qutusunun yağın dəyişməliyəm, gəlim endirim qiyməti dəyişim, mühərriki biz dəyişəcəyik. Havoline markası ilə ödənişsiz dəyişəcəyik özdə mühərrikin yağını. Bunu sizə bildirim. Gülay xanım nə yazır? Camry hibridə hansı daha yaxşıdır? Balonun yoxsa yağın? Onu bilmədim. Yəqin ki, yağ soruşacaq da. Yəqin ki, yeni alıb avtomobili ola bilər. Yağ soruşacaqsa, hibrid Camry-dən söhbət gedirsə, yəqin ki, yeni nəsildir. 0.20 tövsiyə olunur, İlsaq CF6A standartı ilə. BMW F10 yoxsa Prius 20 gövdə? Əlbəttə ki, Prius 20 gövdə. Burada heç bir müqayisə eləyə bilmərik onu. Nəsə demək istəyirsən? Siz hansını seçdiniz ki? 20 gövdə Prius. Niyə? Nəsə 20 gövdə Prius mənim daha çox xoşuma gələr. Orada biz istifadəçinin tələblərini bilməliyik, avtomobildən gözləntisini bilməliyik, Bəli. büdcəsini bilməliyik. Ona uyğunda tövsiyə eləməliyik. Elnur bəy, bəlkə adam yaxşı pul hər qazanır. yerdə 20 gövdə Prius yəni, hər yerdə. Sürüşdə də 20 gövdə Priusdur, ekonomda da 20 gövdə Priusdur. BMW-nin üstünlüyü mənə deyə bilərsən ümumiyyətlə.
Bir dənə görüntüsü var da onun. Yox, Belə deyib qıcıqlandırıram cəmaatı. BMW-nin üstünlüyünü mən Yəni BMW ilə BMW-nin üstünlüyünü onların biz əzmkarlığında göstərə bilərik. bax yağ yemənin qarşısında bəzən yağ markasını almağa çalışırlar. Bəli. Yəni adamın avtomobili yağ yeyir. Adətən belə bir sual verir də. Məsələn 5000-ə ilə 600-700 qram yağ yeyir. Mən hansı yağa keçim ki, yağ yemənin qarşısını alım? Bu mövzuda hər kəs ustaları baltalayır Aha. ki, onlar bizi qatı yağa keçirdirlər, onlara ayıb olsun, düz eləmirlər, amma burada birbaşa günahkar eləməz sürücüdür. Aha. Pul xərcləmək istəməyən sürücü Bəli. alternativlər axtarır həmişə. Bəli. Ustalar bir növ məcbur şəkildə özüllüyü, qatılığı artırmağı həmin sürücülərə təklif edirlər. Yox, əgər bir sürücü deyirsə, qardaş, mənə ən doğru yolu göstər. Mən Bəli. bu mühərrikin problemini bir dəfəli düzgün şəkildə həll eləmək istəyirəm. Bu formada müraciət olunursa və yenə də usta bildirirsə ki, gəl yağı qatılaşdıraq. Bəli. Həmin ustanı həqiqətən də cəzalandırmaq lazımdır. Yox, əgər Necə sürücü cəzalandıraq deyə bilərsən? adı çəkilməlidir, ifşa olunmalıdır və bildirilməlidir ki, bu ustanın yanına heç kim getməsin. Şiddət təbliğ eləmək olar, şiddət. Şiddət Elnur bəy, biz onu asmırıq, kəsmirik, döymürük. Yox, şiddətə qarşıyıq, zarafat edirəm, amma dediyi məsələdə Bəhruz dostumuzun haqq var həqiqətən də ki, Amma məlumat verilməlidir sürücülərə. Əsas məsələ də bilirsiniz nədir? Bax, sürücü gəlir titriyə, əsə ki, bunu nətər eləyək? Buna yəni desən ki, bu maşının 200 manat xərci var, bu sürücünün ürəyi yatacaq da orada. Ona sən o sözü deyə bilməzsən. Ona görə də yazıq usta da deyir ki, qardaş, gəl bunu 10-40 tökək. O da deyir, hə, düzələcək. Sən də deyirsən ki, ümidlənir də istəsən. Bir yarım litr düzələcək. Hə, eləyək. Sonra həmin adam gedir kafedə deyir ki, filan usta mənə dedi ki, 5.40-dan 10.40-a keç. Bəs sən əsə getdin onun yanına 1 manat pul xərcləmək istəmirsən. O usta yazıq neynəsin axı? Mesajda deməli yazır. Axşamınız xeyir, hər vaxtınız xeyirli olsun. İndiki dövrdə hansı avtomobil almağa dəyər ki, yağında da, benzinlə də qənaət edə biləydir? Range Rover. Yağında da Çünki Range Rover alıb dostumuz Bəhruz. Sataşırsan ha. Yox, nə işin var ki, inşallah 8 litr xeyriyyə sürəsən. Bayaq da priborda 22 litr göstərirdi, ürəyi məsələsə gəlmişəm bura. Sən satassan onu. Belə baxırsansa satassan onu. Bir məsələ var ki, indi bax hansı avtomobil alaq ki, deyir həm yanacağına, həm də yağına qənaət eləyək. Yeni nəsil avtomobil almaq lazımdır mütləq şəkildə. Büdcə qeyd olunmalıdır Elnur bəy. Yəni bir büdcə yazsaydı bizə onun üzərinə. üzərinə. Hibrid mühərriklər, Asiya istehsalı avtomobilə üst tutmaq lazımdır. Çünki Asiya istehsalı avtomobillərin yağ həcmi 4 litr civarında olur. Birinci oradan başlayaq. Mühərrik həcmi də ki yenə xırda olur. 1,5 litr civarında. Büdcəni bilmədən avtomobil tövsiyə eləmək biraz çətindir. Bax kömək edirlər sənə. Biri yazıb Opel alsın, digəri yazıb skuter alsın qardaş, skuter. Skuter gözəldir. Bəli, mən keçəcəm skutera. İndi biraz gözləyirəm avtobus zolaqlarının yanında velosiped zolaqları artsın. Keçəcəm mən. Şərait yaransın, skutera keçəsən. Bəli. Heç Range Rover sürəndə elə zövq almırsan, hə? Skuterdə daha çox zövq alırsan. Çin maşını sürməkdənsə sürməmək məsləhətdir deyə yazır göndərir. Yox, təbii ki. Bu yanlış fikirdir. Ən pis odur ki, sənin avtomobilin yoxdur. Qaliki satıb Çin maşını almaq istəyirəm, məsləhətdirmi deyə Osmanlı yazır göndərir bizə. Düşünmürəm hər hansı G-klass istifadəçisi Çin avtomobilinə keçmək istəsin. Ola bilsin bəy zarafat eləyir ya da çox yanacağa pul xərcləməkdən və yaxud xərcli G-klassın da ola bilsin ki, köhnə nəsil modelidir. Amma satıb onun qiyməti yeni nəsil olsa da məsələn indi belə deyirik də Çin avtomobillərinin də premium sinifi var da, lüks avtomobillər. Hətta 100.000 dəyərində olan Çin avtomobilləri var. Bəli, eynilə. Ola da bilər, bu ehtimal da ola bilər. Yəni bilmirik bəy hansı məbləğ ətrafında düşünür yəni. Eynilə. G-klass belə götürəndə çox narahat bir avtomobildir. G-klass yəni pnevmatik askı sistemi yoxdur köhnə modellərində. Avtomobil kvadrat formadadır, küləyi kəsmir. Sırf mühərrikin
torkun gücü sayəsində avtomobil çox güclüdür. Bəli. Bu avtomobili Azərbaycanda alan şəxslər əsasən mən belə düşünürəm, yəni avtoqəzada sağ qalmaq üçün idarə edən bir kütlədir ki, yəni bu avtomobil əzilmir. Metalı elə bir metaldır ki, ola bilsin ki, çox sürətlə idarə eləyir hər zaman, təhlükəli idarə etdiyi üçün avtomobilin içində sağ qalmaq istəyir. Bir məsələ də var ki, bax sürət həddini aşmayaq, dəyərli dostlar. Buradan sosial mesajımızı da ötürək. Sürət həddini aşmayaq. İnanırıq ki, avtomobilimizin əyləc sistemi də qaydasındadır, askı sistemi də qaydasındadır. O əyləcləmə zamanı avtomobilimiz ki, zavod standartlarına uyğun o millimetrlərlə ölçülür də onlar. O standartda dayana bilir. Bax, əyləc sisteminin sağlamlığı yerində olsun. Əyləc bəndləri yaxşıdır. Məsələn, Klass əyləc bəndlərini sizə tövsiyə edə bilərik. Yerli brendimizdir. Bax, bu markaya güvənə bilərsiniz ki, Klass əyləc bəndləri də Yapon Koreya avtomobilləri üçün istehsal olunur. Buradan da mən sürücülərimizə məlumat vermiş olum. Range Rover'dən skuterə biraz tez deyə yazıb göndərirlər. Yəni o qədər düşmədiyir. Mən Opel-i satmaq istəyirəm və Prado almaq istəyirəm. Nə məsləhət görürsüz? 2.7 Pradodan söhbət gedir. Sözün açığı bu avtomobili tövsiyə etmərəm bu mühərrik həcmindən. Aha. Səbəb odur ki, 18 litr təxminən 100 kilometrə yanacaq həcmi, yanacaq istifadəsi var. Düzdür. Opel-lə müqayisədə avtomobil çox rahatdır, çox komfortludur. Askı sistemi çox yumşaqdır. Yəni bir həzz alacaqsınız avtomobildən, lakin belə deyək də, bu avtomobil artıq dəbdə deyil. Bəli. Dəbdə olmayan avtomobildir və qiymətlərinə də keçən dəfə baxdım Elnur bəy. Çox bahadır. Prado ölkəmizdə çox bahadır. Yazır ki, deməli izləyicimiz bizə, salam kişilər, salamlayır bizi, sağ olsunuz, minnətdarıq. Babam deyərdi, arvad deyinirsə, boşa canımı qutar, maşın yağ yeyirsə, sat qutar deyə yazıb göndərir bizə. Belə misalı ilk dəfə də eşidirəm. Mən də açıq ilk dəfə də eşidirəm. Yəni, yağ yeyən... Mənim babam da yaxşı bir söz deyirdi, amma onu burada demək istəmirəm. Salamlayır bizi, deməli izləyicimiz, Mercedes GLS 350 2007-ci il almağa dəyərmi deyə, bax, belə bir sualı var. İzləyicimizin. Çox böyük ehtimalla yağ azaldacaq bu avtomobil. Aha. Yəni bir dənə yağ qutusu yanınızda gəzdirməlisiniz. Bax belə bir yağ qutusu bax qoyun maşına, bax belə. Bax göstərirəm sizə. Qoyursunuz maşına, yanınızda durur belə. Yavaş-yavaş açırsınız, dəyişirsiniz mühərrikin yağını. Onunla da davam edirsiniz. O böyük ehtimal ki, problem olmayacaq. Salamlayır bizi sağ olsun. Yazır ki, Çangan Depal S09 hansı yağ məsləhətdir deyə yazır göndərir. Neçənci il istehsalıdır? O yeni olar da yəqin ki. 2023-dən yuxarı olmalıdır, yeni olmalıdır səhv etmirəmsə. Özü Depallar Porsche-yə bənzəyir, Porsche-yə oxşuyur. Gözəl avtomobillərdir. 2025-ci il istehsalıdırsa 0W16 özürlüyündən İlsaq CF6B standartından yağ istifadə olunacaq. Bəli. Hardasa 1,5 litrlik plug-indir də onların mühərriki. 4,1 litrdə yağ həcmi var. Sürücülər avtomobil yağ seçimində də özləri necə seçə bilərlər ümumiyyətlə yağı? Belə bir istiqamət versə onlara. Yağ konfet deyil, şokolad deyil, yağ mürəbbə deyil ki, dadına baxıb seçsinlər. Bəli. Yağı ancaq mütəxəssislərlə, savadlı ustalarla, hardasa razıyam, süni intellektlə, hardasa müəyyən qədər markada dəstək ola bilər sizə. Bu şəkildə seçsinlər və avtomobilin istehsalçının kitabçasında yağın markası, özüllüyü də varsa, onun üzərindən də gedə bilərlər. Yoxsa dost məclisində, toyda, nişanda, ad günündə yağ seçməsinlər. Havoline yağlarını sizə məsləhət görürük. Bugün yağ markasını danışdıq. Bax, Havoline markasını rahat avtomobilə süzə bilərsiniz. Tam rahatlıqla. Çünki bizim özümüzün yağ dəyişmə mərkəzi var, Avtotəmiraz yağ dəyişmə mərkəzi. Yəni bizim özümüz də onsa sınaqdan çıxmış yağdır. İndi biz bu boyda tarix olan yağ qarşısında demək ki, biz onu sınaqdan keçirmişik, bu biraz böyük söz olar. Sadəcə olaraq bizim ustalarımız da avtomobillərin yağını Havoline ilə dəyişiblər və nəticədə biz şahidik, görmüşük ki, heç bir problem yaratmır. Rahat dəyişə bilərsiniz. Nanofar yanğın söndürmə balonlarından söhbət gedirsə əgər, bayaq Bəhruz dostumuz çox maraqlı bir məsələni vurğuladı. Mən texniki baxış deyəndə əsas məsələ özünüzün təhlükəsizliyinizdir. Hadisə elə bir anda sizi yaxalaya bilər ki, bax o anda o balon sizə ehtiyac ola bilər. Anında müdaxilə eləsəniz,
Hətta bir evi, bir məntəqəni, bir avtomobilin yanğının qarşısını zamanında effektiv şəkildə, təbiətə zərər vurmadan, öz səhhətinizə zərər vurmadan bax onun qarşısını ala bilərsiniz. Bu önəmli məsələdir. Nanofire yanğın söndürmə balonlarına söhbət gedir ki, axtarın, araşdırın. Avtotəmir yağ dəyişmə mərkəzlərində satışı həyata keçirilir. Və yanacaq məsələsinə gəlincə, Redol yanacaq doldurma məntəqəsinə yaxınlaşa bilərsiniz. Sən bir Redoldan yoxla da. Gör o nə göstərəcək. Çünki biz getdik ölçdük yağdan məsələsini. 92, 95 göstərdi. 95, 102 göstərdi. Nəyə görə? Çünki Redol özü ora qatı qatır. Onu bir yoxlayarsan, zəhmət olmasa, nəticəsində deyərsən, Redolda bax yanacaq vurmaqdan bonuslar da qazana bilərsiniz dəyərli dostlar. Bunda sizə məlumat vermiş olum. Əyləc bəndlərin reklamını görürsünüz hal-hazırda. Klass əyləc bəndləri yerli istehsalımızdır. Yapon Koreya avtomobilləri üçün də istehsal olunur ki, əyləc bəndində önəmli, burada açıqlamağa ehtiyac yoxdur yəqin ki. Əyləci bastığınız zaman dayanmaq lazımdır ki, o dayanmalıdır ki, o millimetrlər hesablanır orada. O dayanmalıdır ki, zamanında böyük problemlər olmasın. Biz də yavaş-yavaş canlımızı yekunlaşdıraq. Dəyərli dostlar, minnətdarıq sizə. Bəhruz bəy, sağ olun, xoş oldu. Təşəkkür edirəm dəvətiniz üçün. Bir daha uğurlu olsun layihəniz. Sağ olun. Xeyirli olsun. Çox sağ olun. Bildiklərimi sizlə paylaşdım. Buna hər zaman hazıram. Təşəkkür edirəm sizə. Görüşər inşallah. Sağ olun. Sağ olun. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? Nanofire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız Nanofire Borex balonları. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir.